Salam, hörmətli izləyicilər. Hamınızı salamlayıram. Meyvəli Gömrük məntəqəsindəyik. İçindən gələn avtobus 056 09:00-da maşınların düşməsini gözləyir. Qapıdan içəri girən kimi 3-cü konteynerə yönləndirdilər. 3-cü konteyner 1, 2, bu da 3-cü konteyner burada yerləşir. 3-cü konteynerdə adınıza gələn bu sənədi deməli alırsınız və bundan sonra konteynerin, daha doğrusu avtovozun boşaldılmasını gözləyirsiniz. Avtovozun boşaldılmasından sonra maşını təhvil götürüb dörd bir tərəfdən şəkillərini çəkib yenidən 3-cü pəncərəyə yaxınlaşıb şəkilləri oraya təqdim edirsiniz. Telefon vasitəsilə onlar çıxardıb sizə verirlər və bundan sonra ekologiya postuna yaxınlaşmalısınız. Və sonraki hadisələrin xronoloji ardıcıllığını Allah qoysa sizinlə tanış eləyəcəm. Bizim konteyner budur, avtovozumuz budur, 056. Maşının içindən birbaşa Azərbaycana gəlib, Meyvəlidə dayanıb. Gətirdiyim maşın Destroyer'dir. Yəni bu sırada Destroyer bir dənədir, yəqin ki bu var. Yukarıda da başka maşınlar var. Görürsünüz. Салам алейкум. Алейкум ассалам. У вас какая машина? А у меня Destroyer. Трое? Вот здесь? Destroyer. А, Вот Destroyer. впереди Да, стоит. да, понял. А вы с Казахстана? Да. Как дела? Нормально? Алхамдулилля. Шофер? Да, шофер. На этом. Тебя заменили в Казахстане? Ты заменил кого-то в Казахстане? Сперва с Чино, да? Да. С Китая прямо В сюда. Китай заехал, оттуда загрузился прямо сюда. Прямо сюда. Очень хорошо. Как долго ехал? Ну, дней. 4-5. Нет, 5-6. 5-6. Уже 7-й или 8-й день, да? Сегодня 8-й. Сегодня Все 8-й. уже, все дела в автомате, да, у вас, да? Нет. А? Дай Бог Бывает здоровья. дорога, где-то стоишь, где-то А едешь. где-то вы Алтау много стояли? Где? Алтау. 2 дня там. Отрал? Атрау. Да. Там Сколько, а? очередь, там, колейка. Сутки стояли. Это Сутка. сутки Я стоят. видел, там много, 2 дня или 1 день постояли. Сутки стояли. Мы стояли. М. Коллега. Очередь там, километров. Ну как 6-7. зарплата, как у вас? Зарплата пойдет, алхамдулилля. Средняя. За один заезд сколько дают вам? На рейс. Это по манату взять 100 тысяч. Пойдет. По манату 100 тысяч не будет. Нет, не будет это. Считай тут, считай. По казахским 700 тысяч рублей. Тенге. А, Тенге. 700 тысяч рублей. Нет, тенге. 700 тысяч По-нашему. тенге. Да, на А доллар, двоих. а доллар сколько делает? Доллар сколько В делает? долларах сейчас 700 долларов. 700 долларов, все это все понятно. Все понятно. Дай Бог здоровья. Спасибо большое. А ваше имя как? Ерганат. Ерганат. Ага. А ваш? Ержан. Ержан? Да, Ержан. Биржан. Ерганат, Биржан, Ержан. Ержан. Очень приятно вас познакомиться. Вас как зовут? Гамит. Мне? Я автоблогер. Да. Блогер. Вы можете себя увидеть в YouTube. О, хорошо. Всем привет, Казахстану особенно.
Salam aleykum всем. Salam aleykum, salam aleykum. Всех автовозчикам привет. Всем автовозчикам. Счастливого пути, счастливой Во всех дороги. странах мира, а? Да, да, всем. Всем Дай Бог. братьям салам. Дай Бог здоровья. Всем Дай Бог, добра и здоровья. дай Бог здоровья. И жезла не камня всем. Хорошей дороги. Хорошей дороги. Спасибо вам за хорошую, теплую беседу. Спасибо вам. Целую вас, Спасибо. мои друзья. Salam aleykum. Bəli, Qazaxıstanlı sürücülərlə söhbətimiz xoş oldu. Bizim maşınımız yəqin ki budur. Çünki avtovozda başqa destroyer yoxdur. Bunun da boşalmağı yəqin ki vaxt çəkəcək. Belə çıxın. Baş üstə, baş üstə. Gördüyünüz kimi avtovozu boşaltmağa başlayacaqlar hal-hazırda. Deməli, hal-hazırda şirkətin təmsilçisindən bu terminal xidmət haqqını 300 manata aldım. 300 manat, bir maşına 300 manatdır. Neçə maşın gətirməyinizdən asılı olaraq təbii ki artır. Və buna əsasən terminalda görəcəyiniz işlər ödənilir. Yəni maşının boşaldılması və digər xidmətlər. Amma maşın, avtomobil dayanacaqda neçə gün dayanacaqsa burada sənin işlərindən, getməyindən asılı olaraq günü 10 manatdan axırda çıxanda ödəniləcək. Onu da bilməyinizi istəyirəm. Və hal-hazırda maşınlar boşaldılır. Deməli, hal-hazırda avtomobil avtovozdan düşürülür. Gördüğünüz kimi BYD Destroyer. Deməli, burada hörmətli izləyicilər, maşının şəkillərini çəkirsiniz. Burada çıxartdırırsınız 3-cü pəncərədə. Şəkilləri götürdüm və indi ekologiya postuna yaxınlaşıram. Orada sertifikat veriləcək inşallah. Avtomobilin içini göstərirəm sizə. Gəldiyi vəziyyət.请确认钥匙是否在车内。
və ekologiya postu qabaqdadır. Növbəni gözləyirik ki, ekologiya postunda sertifikatı alaq. İnşallah buradan sertifikat alandan sonra bəyannamə yazdırmağa gedəcək. Gömrük bəyannaməsi. Deməli, ekologiya postunda maşına baxış keçirilir. Maşının motoruna, içərisinə, texniki göstəricilərinin uyğun olub olmadığı yoxlanılır. Deməli, gördüyünüz kimi Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin avtonəqliyyat vasitələrinə inspeksiya xidməti göstərən orqan bizə texniki şəhadətnamə verdi. Texniki şəhadətnamə aldıqdan sonra biz artıq gömrük bəyannaməsini yazmaq üçün müraciət edə bilərik. Növbəti pəncərəmiz Meyvəlidə ikinci pəncərə olan gömrük bəyannaməsinin yazılması ilə bağlı müraciətdir. 2 nömrəli konteyner gömrük bəyannaməsi yazılır burada. Bura müraciət edib gömrük bəyannaməsini yazdıra bilərsiniz. Sonra nə məsələdir? Deməli, burada gömrük bəyannaməsini aldım. Gömrük bəyannaməsi 25 manata başa gəldi. Gömrük bəyannaməsi. Və hal-hazırda həmən bu gömrük bəyannaməsi ilə banka müraciət edəcəm və bankda göstərilən bu 1713 manatı ödəniş edəcəm. İnşallah bizə uğurlar. Deməli, hörmətli izləyicilər, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aksizli mallar üzrə Baş Gömrük İdarəsində ödəniş elədik. Ödənişimiz 1717 manat. Və bu qəbzə aldıq. İndi isə biz Gömrük Komitəsindən gələn SMS-i gözləyəcək. SMS-i alandan sonra yaxınlıqda olan Dövlət Yol Polisi İdarəsinə müraciət eləyib artıq avtomobilin Dövlət Yol Polisi nömrə nişanını artıq ala bilərik. Hələlik SMS-i gözləyirik. Və saat 9-da başlanan prosesin gedişatında hal-hazırda saat 10:37-dir. 10:37-dir. Yəni ki, təqribən 1 saat 40 dəqiqəyə biz bu məsələlərin hamısını həll edə bildik. 1 saat 40 dəqiqəyə yerdə qalan vaxtı SMS-i gözləməyə sərf edəcək. Sonra qeyd edeyim kimi Dövlət Yol Polisi İdarəsinə nömrə üçün müraciət edəcək. Deməli, saat 11:13 göstərir. Yəni təqribən 20-40 dəqiqədən sonra bizə mesaj gəldi. Və mesajda burada malın buraxılması haqqında məlumat yerini tapır və bundan sonra biz artıq Bakı Dövlət Yol Polisi İdarəsinə nömrə üçün müraciət edə bilərik. Və hal-hazırda həmən idarəyə yönəlirik. Gördüyünüz kimi biraz sonra içəridən çəkilişlə sizə də göstərəcəm. Deməli, gözləmə zalındayıq. Nömrəni gözləyirik. Hal-hazırda saat 11:52-dir. 9-da başlanan proses artıq 3 saata tamam olmanı 8 dəqiqə qalıb.
8 dəqiqəyə tamamlasaq, prosesi 3 saata tamamlamış olacaq. Nömrənin alınması da daxil olmalı. Hələlik gözləyirik, nömrə alandan sonra sizə göstərəcəm. Deməli, hörmətli izləyicilər, saat 12:20, 1-ə 20 dəqiqə işləyir. Nömrəni aldım. Nömrəni aldım. Hızı 323. Xeyirli olsun.